Salam əziz izləyicilər. Görüş zamanı proqramında xoş gördük sizləri. Bugünkü görüşümüzün qonağı Rusiyada yaşayan ziyalı soydaşımız, əmlak eksperti Pərvanə Mustafayevadır. Salam Pərvanə xanım, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir, çox gözəl, axşamınız xeyir. Çox sağ olun. Pərvanə xanım, mən sizi gözəl tanıyıram. Amma bizi özünüz də bilirsiniz ki, bizim televiziya dünyadan yayımlanır Türksat vasitəsilə. Mərzan televiziyadan bizi izləyən bütün izləyicilərin də sizi tanıması üçün az da olsa özünüz haqqınızda məlumat verin. İzləyicilərimiz də sizi gözəl tanısınlar. Buyurun. Mən Gəncə şəhərində Azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam, yaşayıram Rusiyada, Novosibirsk şəhərində. Hal-hazırda işləyirəm investor kimi, ekspert, analitik. Bir də ən çox da xarici dövlətlə və Rusiya arasında işləyirəm. Daha doğrusu çox anlayışım var özümün təcrübəmlə, investisiya fikirlərlə asılı olanlar ilə. Bu mənim illər gələn böyük bir necə deyərlər, təcrübəm var. Yəni özümün, öz işimin üzərində işləyərək mən böyük təcrübə almışam. Tamaşaçılara da bildirim ki, artıq neçə illərdir ki, Pərvanə xanımın Rusiyada yaşamasına görə Azərbaycan gözəl danışır. Amma biraz ola bilər ki, orada Rus ləhcəsi olacaq, onu da başa düşmək olar. Həm də çox gözəl alınır Pərvanə xanımdan. Mən Pərvanə xanımdan danışanda da dedim, həqiqətən də həm Gəncə ləhcəsini unutmuyor, həm də şükürlər olsun Allah. Yəni artıq neçə ildir orada yaşayırsınız? Artıq bəlkə də 25 il olar. 25 il orada yaşamağına baxmayaraq Azərbaycan dilini unutmayan şəxslər həqiqətən də çox azdır. Çox sağ olun ki, Azərbaycanımızı sevərək bugün dövlətimizin dilini orada da yəni unutmursunuz. Yəni həqiqətən belə şəxslər az olur, ona görə də sizə minnətdarıq. Pərvanə xanım, ilk olaraq Gəncə Kənd Təsərrüfatı Texnikumunda iqtisadçı mühasib ixtisasını seçmənizə nə səbəb olur? Və bazarı, qeyri-sabitlik iqtisadiyyatı öyrənməyi, başqalarının görə bilmədiyi imkanları görməyə sevməyiniz üçün bu seçimdə hansı rol oynayır? Açığı desəm, mən yalan danışmağı sevmirəm. Mən özüm idman sevmişəm həmişə məktəb vaxtımdan. İndi o vaxtı elə məhəbbət yox idi, valideynlər çox narazı idi. Mən idmanı seçə bilmirdim. Valideynlərin fikri ancaq geri ali savab olsun və yəni ki, qızlar üçün belə bir şeylər çox belə qeyri-mümkün olmayan bir şeylər idi. Hal-hazırda valideyn elə bir məsləhət hara gördüm, sonra girdim. Yəni özümün istəyim olmayıbdı. Biraz vaxt keçəndən sonra mən anladım ki, qızıl kərpişdə çoxlu yaxşı ideyalar ola bilər və onun gələcəyi çox gözəl ola bilər. Yəni ki, pulu investisiyanı ödəndikdə yaxşı pulu artırmaq olur. Elə bu Rusiya olmuşkən başladım çoxlu kurslar oxumağa, inkişaf eləməyə, yəni bir dayanmırdım. Gündüzlər işləyirdim, tamam oxuyurdum. Yəni neçə illər boş dayanmadım. Mən ancaq fikrimi investisiya deyilən bir şeylərə, algı-satgı, ev, kommersiya belə şeylərə çox genişlə başladım maraq yetişdirməyə. Hal-hazırda yaxşı sizə 3 dənə məsləhət deyə bilərəm. Ən yaxşı olan şeydir. Əgər lazımdır. Bir də ki, əsas odur ki, əsas səsdən gələn bir şeydir ki, Gəncədə yaşayanlara, Gəncələrə Gəncə mənim ürəyim. Bir də ki, Gəncəni heç şəhərə dəyişmərəm. Ona görə ki, Gəncə mənim çox belə ən yaxın doğma bir şəhərdir. Gecə də yuxuda görürəm, evimizi görürəm, baş çəkirəm.
Amma ki Gəncənin yeri heç Rusiya heç bir xarici dövlət. Nə gözəl. Siz dediyiniz o 3 dənə şeyi bu suallar əsasında cavablandırarsınız, narahat olmayın. Deməli, Pərvanə xanım, iqtisadiyyat və mühasibatlıq bilikləri daşınmaz əmlak sahəsində sizə hansı üstünlüklər qazandırdı? Bilik, hər dəfə oxuduqca, hər dəfə, hər bir alqı-satqımı, hər bir insanlarla yaşadıqca çox şey öyrəndim. Ən çox xarici dövlətdə. Çox maraqlı olan bir şeydir ki, xarici dövlətdə hər şey başqa cürdür. Onların işə qarşı anlayışı, onların insanlara qarşı nə cür şərait yaratmaq istəyirlər. Başlayırsan sonra, məsəl üçün, onu Rusiya ilə və yaxud da Azərbaycanla, başqa dövlətlərlə müqavizə eləməyə. Hansı yaxşıdır, hansı gələcəyin nətərdir, bir də necə ola bilər. Bir nətərdir, Namiq? Əgər məsələn biri var, qazancı olsun, biri də həmişə başqa yerdə bir proyektə maya qoyursa, orada qat-qat yaxşı qazanc ola bilər. Yəni biri var, az da qani olasan, biri də var ki, biraz dərinliyinə getsə, dərinliyinə baxırsa ki, ondan da gözəl proyektlər olur. İnsanlar insana proyekti sevdirə biləsən. Algıdır, satqıdır, bir proyektə tanıtmaqdan ötəri gərək birinci mən özümü sevəm ki, onu insanlara başa salım, o sevgimi göstərəm. Bir proyekti sevməyə, onu satmaq olmur, onu təqdim etmək olmur. Ancaq ilə bu hamısını fikirlərini bildirirsən. Yəni, bir də ki, mən özüm də investisiya eləyirəm. Onu baxıram, o qani olursa, mən o proyekti sevirəm və onu insanlara onu təqdim eləyirəm. O demək deyil ki, mən ancaq qazanc yolu edirəm. Qazanc yolu bu deyil. Mən, məsəl üçün, mənim fikrimdə qazanc insanları düzgün onlara konsultasiya verib, onları düzgün yol göstərmək mən çalışıram. Onları gözlərində çoxlu böyük perspektiv olan proyektlərə göstərmək, bildirmək lazımdır. Nə gözəl, çox gözəl vurğulayırsınız. Siz sevə-sevə bu sənəti işləyirsiniz. Həqiqətən də insan ki, bir sənəti sevdisə, orada yəni bu sənətdən bezməyəsən. Yox, əgər siz dediyiniz kimi əvvəllər də belə idi, indi də var belə şey. Ailələr məsələn məcburən deyir, yox sən prokuror olmalısan, sən həkim olmalısan, amma uşağın arzusu başqa bir şey olur. Amma görürsünüzmü, siz sevmədən bu sənətə, yəni bu universitetə də daxil olsanız belə, amma sonradan özünüzdə bu sevgini yaratdınız. Bu da sizin həqiqətən böyüklüyünüzdür. Həm də ki, belə deyək də, mən yenə də fikir verirəm, bizi izləyənlər də fikir verir. Siz orada yenə də Gəncə ləhcəsini o qədər qəşəng danışırsınız ki, yəni o həqiqətən çox gözəl bir şeydir. Deməli, daşınmaz əmlak sahəsinə keçidiniz necə baş verdi və peşəkarlığınızı necə formalaşdırdınız? Buyurun. Bilirsiniz, mənim üçün ən çox maraqlı oldu ki, mən o sahədə işləməyə başlayanda Rusiyada vəziyyət biraz başqa cür idi. Amma ki, elə insanların marağı yox idi. Amma ki, elə nə deyim, siz hamısı da ondan əvvəl ki, mən başladım xarici dövlətə getməyə. Mən gedib baxırdım, maraqlandım. Məndə bir başladı anlayam ki, yəni ki, biri var sən adi bir həyatla yaşayasan, biri də var gedib xarici dövlətdə insanlar yaşayır, elə insan kimi yaşasan, hər şeyi görəsən və inkişaf edirsən. İnkişaf eləmək fikrindən də mən anladım ki, mən ancaq bu sahədə inkişaf eləyə bilərəm. Dünyanı görməklə, insanlara fikrimi çatdırmaqla, yəni hər insan özünü ona onu özünə eləyə bilmir o yolu. Uyğunlaşdıra bilmir. Bu ailəsi olur, uşağı olur, problemlər olur, hər yerə gedə bilmir, maraqlana bilmir. Amma mən elə bir fikirlənəm ki, mən bir yerdə dura bilmirəm. Mənə ora gedim, gəlim, maraqlanım. Bir də ki, mən hara getsəm də hər şeyi, adi bir yeməyi də kimsə pover pişirəndə mən ona baxıram, deyirəm ki, akazvается bu, məsəl üçün, artıq elə eləyir, Prosta mən hər şeyə maraq getirirəm. Onda da mən anladım ki, bu qızıl kərpiç deyilən bir şey o qədər maraqlıdır ki, çünki bu
üçün yaşayır. Yaxşı ailəsi olmaqdan betər, ailəsinin yaxşı yaşaması onun evi olsun, onun şəraiti olsun. Çünki ailənin də yaxşı, möhkəm olmağından da, məsəl üçün, bu belə bir problemlər də yaradır. Yəni, elə olmayanda ailə dağılır. Ona görə də hər bir insana yaxşı yaşayış lazımdır. Onun evladı. Bu bir tək investisiya bu deyil. Məsəl üçün, biri var, insanlar mənə yaxınlaşır. Mənə lazımdır, mən ev alım ki, ailəmi saxlaya bilim. Mən biraz anlayıram ki, buna lazım deyil. Bu ancaq özünü dolandırır. Mən anlayıram ki, o ancaq olan bir ona ev lazımdır. Buna lazımdır. Mən anlayıram, buna bahalı ev, buna belə bir onu əldə eləmək ona lazım deyil. Bu ancaq ailəsini dolandıra bilir. Ona hər insana görə individual, ona hər insana görə varsan ki, ona nə lazım? O demək deyil ki, mən hansı obyektə nə satıram, onun faizi gəlir, elə işləyir. Mən ondan bu insana mən onu girdirə bilərəm. Nəyə lazımdır? Ona hazır deyil. Və yaxud 5 ildən sonra bilər ki, ona sonradan da sata bilər. Məsələn, o sərfəli ola bilərdi. Məni bu vaxtda evi niyə gəlir? Yəni, müəyyən şeylər var ki, hər insana bu uyğun olmur. Ona görə də bu individual, hər insanı gelib o nə üçün onu istəyir? O kimdən ötər? Evladı üçün, gələcəyi üçün. Olur. Çox gözəl vurğulayırsınız. Deməli, xaricdə investisiya üçün ən etibarlı və gəlirli bazar hansı və niyə? Bilirsiniz, hər şey şəraitdən asılıdır. Məsəl üçün, əgər bir 10-12 il bundan qabaq Taylandda, məsəl üçün deyirəm, Taylandda əgər Novosibirsk alanda, onun orada baseyni, onun orada trenajorlu zalı, hər bir şey olanda Rusiyada elə bir şey yox idi. Yəni, o deməkdir ki, xarici dövlət bizdən nə qədər qat-qat irəli gedir. Ona görə də insan yaşayır nə üçün? Ailəsi üçün hər bir şərait olsun. Bu ev işi də belədir ki, məsəl üçün, maşınsız qala bilər. Nəsə, o maşını, məsəl üçün deyirəm də, yəni bahalı maşınsız yaşaya bilərsən. Amma məsəl üçün, yaxşı şərait olmasa, insan nə qədər, nətər deyim, nə qədər o özünü əziyyət çəkir. Çəkə bilər. Amma şərait yaxşı olanda, maşın elə-belə də olanda, bu sravneniyadır, bu bunu bir-birindən ayırır. O insan evə tələsir, niyə gəlsin? Yaxşı şəraitli evdə olsun, onun basketbolu, onun məsəl üçün, hər bir şey evində olsun. Orada həyata çıxırsan, uçağı da rahat buraxırsan. Onda bir şeylər yox. İndi yavaş-yavaş, burada adiyyə teritoriyası olur, bağlı yeri. Amma 12 bundan qabaq. O var idi. Ona görə də bilirsiniz, məsəl üçün, harada yaşayırsan yaşa, istəyirsən bir dənə haradasa dənizin qırağında olsun. Bir də ki, oradakı evlər Azərbaycan mı olsun, Rusiya mı olsun, qiymətlər eyni gəlir. Amma burada şərait gözəldir. Məsəl üçün, elə bir kompleks yoxdur ki, orada onun içində, məsəl üçün, $75.000 onun içində trenajor burada var. 30 alırsan, $75.000 500 metrdə dənizdən qırağı oranı var. Oranın hər bir balaca teritoriyası, yəni $75.000 mən inanmıram ki, Azərbaycanda var hal-hazırda. Bir də ki, o qiyməti Rusiyada var, Moskvada var, Peterdə var. Amma oranın özünün xüsusi məktəbi də var, hər şey var. Daha o çox-çox 5 dəfə, 10 dəfə artıq olur. Bəli, çox gözəl vurğulayırsınız. Bir də belə deyək də, siz artıq bu sualların içində deyil, mən öz ürəyimdən gəldi verirəm. Siz artıq deyirsiniz ki, 20 neçə ildir bu Rusiyadasınız da. Orada bu işlərdən başqa Azərbaycanımızla aid olan tədbirlərdə mi deyim, hər hansı bir təşkilatlarla mı görüşləriniz olurmu? Belə tədbirlərə gedirsinizmi? Təəssüflər xeyr. Çünki sizi dəvət olunmamışsınız, ya ümumiyyətlə belə deyək də, orada olan diasporaların zəifliyini mi deyim, düzdürmü?
Yoxsa necə? O düzgün. Mən bilirsiniz, hardansa səs hərdən gəlib çatır diasporadan. Ki, orada ən çox da kişi xeylaqları orada iştirak eləyir. Ona görə də mən sözün düzü olaraq nə elə meyllənməmişəm sözün düzü. Nə də ki, heç kim məni itir vaxtlarımı. Yəni ki, gücümdə bir də ki, mənim özümün öz məqsədim var. Mənim məqsədim odur ki, çoxlu xarici dövlətlərlə işləyim. Yəni ki, mən ancaq asılı bir yerdə qalım, kimləsə asılı olum, diaspora bu şəhərdəmi köhlənim qalım, məndə elə şey yoxdur. Ona görə də indi özüm hara gedirəmsə, özümü bildirirəm, mən Azərbaycanlıyam, Gəncə şəhərindən. Təəssüflər olsun ki, tanımaya bilərlər, amma mən həmişə ingilis dilində də olsa başa salıram ki, Qarabağı biz aldıq. Maşallah. Elə deyəndə onda insanlar anlayır. Çünki Qarabağın biz zəfər günümüzü onu hamı bilir. Elə deyək ki, hamı işi var. Nətər olursan, amma oradansan. O da özü bir fərəq. Sizi həqiqətən də mən bax nəyə görə mən sizdən çəkiş eləmək istədim. Siz özünüz anladınız ki, yəni bu şeyləri mən sizlə bu söhbətləri elədim. Niyə görə? Mən də sevmirəm hər hansı bir yerdən asılı olmağı. Mən də görürsünüzmü, təkcə Azərbaycandan və Türkiyədən çəkişlər etmirəm. Bütün dünya ölkələrindən olan türklər, yəni Azərbaycan türkü. Bizim məqsədimiz. Bəli, bəli. Azərbaycan türkü, Türkiyə türkü, Özbəkistan, Türkmənistan fərqi yoxdur. Mən bütün özüm tapıram. Yəni Allahın izni ilə özüm tapıram. Yəni mənə kimsə demir ki, bu kimdir, bu kimdir. Görürsünüzmü, sizi tanımırdıq. Biz bir-birimizi haradan tanıdıq? Bir çox insanlar sosial şəbəkədən pis şeylərdən istifadə edirlər, düzdürmü? Amma mən özümü, yəni bu sosial şəbəkədə görəndən bugünə qədər ancaq öz işimlə, öz məqsədimlə uyğun qaçıram ki, bu işi görməliyəm, bu adamı tanımalıyam, özüm sizi axtarıram, araşdırıram, nə işlə məşğulsunuz, nə işlər eləyirsiniz. Bax, budur, əsas iş budur. Nə olsun, bunu gətirdiniz, verdiniz mənə, mən bunu çəkdim, yazdım, düzdüm, qoşdum, bunu hamı eləyə bilər, düzdürmü? O əsası odur ki, bu planı özün qurasan, bu planla özün işləyəsən, məsəl üçün də hər hansı bir materialı özün hazırlayasan. Budur ən çətini. Və ona görə də həqiqətən sizə halal olsun ki, bu işləri özünüz bacarıb və özünüz etməyi, yəni Allahın izni ilə etməyi sevirsiniz və ona görə də sizə uğurlar. Və investisiya qoyuluşunda yeni başlayanların ən çox buraxdığı səhvlər hansılardır? Ən inkişaf edən və inkişafın pik dövründə olan ölkəni seçmək, düzgün seçmək. İkinci lokasiya. Üçüncü isə layihənin gələcəyi, onu bir də ki, investisiya nə deməkdir? İnvestisiyada bir proyekt götürəndə onu gərək gözünə seçirsən, fikirlə. 5 ildən sonra orada nə olacaq? Nə olacaq, nətər olacaq? Yəni ki, əgər o yer inkişafda lokasiya, oranın perspektivası gözlənilir. O hamısı hazırdır. Amma bir proyekt təzə götürəndə orada təzə kompleks açılır deyirlər, oranın qiyməti də şirin olur. Yəni ən belə miqdarda olur. Ona görə də 5 ildən sonra oranın qat-qat üstün olur. Bir də ki, bilirsiniz nətər? Çox adam deyəndə onu anlamır ki, başa düşə bilir. O biznesmendir və investitor. Biznesmenin ona patrodu o investisiya biraz başqa cür olur. Bu dəqiqə qoydum, 5 ildən sonra qiyməti 50% qalxmalıdır. Amma investisiya odur ki, onu gəlirsən 5 ildən sonra proyekti görürsən. Bir də ki, hissiyyat söhbəti var. Onu duyğulansın. O investisiya podxodudur. Amma biznesmen bu dəqiqə aldım, satdım, o elə işləmir. Yəni ki, sən onu bir ildən də sonra sata bilərsən, ondan olacaq 7% qazancı. 5 ildən sonra onu əldə eləsən, onun 800% qazanc götürə bilərsən. Prosta tələsməyəsən, hər qızıl qalxdı, nə bilim, qiymətlər dəyişdi, pul öləcək, tez mən bunu alınmır. O insanlar həm onların hövsələsi olur dözməyə. Onlar hövsələli olur. Onlar həmişə bu krizisləri keçməyib, onlar panikaya düşür.
bilər. Lap bilir ki, lap tutaq bata bilər. Onlar spokojnodur. Olar. Amma biznes qorxur. O birdən bütün satıb falan yerdə falan şey onu o уже biznes investor yox. Aydındır. Nə gözəl vurğulayırsınız. Qızıl kərpiç metodunun əsas prinsipləri nələrdir? Əsas prinsipləri odur, hövsələ, səbr. Daha doğrusu. Səbir, bir də ki, elə bir proyektlər həmişə rəqəm xoşlayır. İnsanlar çoxsu anlamayanda mən tez onu yazıram. Bugün qiyməti budur, 5 ildən sonra budur, arendası budur, yəni kirayəsi, kommersiyası. Bir də ki, mən ən çox evlərdən də çox meyliyəm kommersiya. Çox qazanc gətirir. Lap onun naloqu da olsun. Naloq yəni ki, vergi. O da olsun. Все равно kommersiya həmişə qazanclı, yaxşı, xeyirli olur, həm ev. Ev yaxşı ki, məsəl üçün, Taylandda evləri unicorn deyil. Yəni ki, orada dəfə gedə bilərsən, özün də dincələ bilərsən. Oranın upravляющий kompaniyası olur. Öz kompleks. Onlar arenda da verir. Hər bir şey. Onlar da öz pulunu götürür. Daha ay onun pulunu ödəyir. Bir də ki, bilirsiniz, hər yerin öz kulturası var. Onu da anlamaq olar. Mədəniyyəti. Bir şey xoşuma gəlməyən bir şey var ki, onlar vaxta, görüşə həmişə gecikir. Onlarda dəqiq vaxt yoxdur. Kstati, Azərbaycanda da elə bir şey var. Mən elə şey anlaya bilmirəm. Olsun ki, mən Rusiyada öyrəşmişəm. Mən 12-də görüşməliyəmsə, mən 12-15 dəqiqə qalmış o yerdə olmalıyım. Probka vaxtına da düşəndə, inanın ki, maşına qoyuram, harada gəldim, metro ilə gedirəm. Amma mən gecikməyi mən qəbul eləmirəm. Çünki gecikmək mənə olmaz. Yəni, o hal-hazırda elə ki, hörmətsizlik baxırlar. Yəni, bir də ki, inam. Yəni ki, mən burada demək olar ki, heç kimim yoxdur. Heç kim məni irəli vermir, heç kimə tərəf getmirəm. Özüm bağlı qapıları əyək qoyub özüm açıram. Yəni ki, heç gedirəm. Mənə heç kim mənim gözümə heç kim eləmir. Yəni, mən öz istəyim lazımdır. Mən ona yetirirəm. Ona görə ki, insanlar mənə inanır. İnanmaqdan ötəri, lazım dururam, gedirəm. 8-ə qalmışıq, 15. İnsanlar xarici dövlətdə elə şey yoxdur. Onlar 12 deyir, axşam 6-da. Bəli, düz buyuruyorsunuz. Bu da sizin həqiqətən də peşəkar olmağınızdan və işinizi o qədər çox sevmənizdən asılıdır. Və ona görə də çox halal olsun sizə. Tayland, Rusiya, Qazaxıstan və Balidə daşınmaz əmlak alarkən nəzərə alınmalı olan əsas fərqlər hansılardır? Bax, məsəl üçün, Balidə, Taylandda, Balidə okeandır, bir də Balidə klimat, hava, orada biraz külək olur. Surfing sevənlər Balini görüyor. İl boyu yay, orada qış yoxdur. Orada yağışda. O da yağış ola bilər bir sutka, ola bilər yarım gün, ola bilər ki, yarım saat. Daha yağış sezonu deyilir. Məsələn, Taylandda qiymətlər fərqlidir. Orada bahadır, yemək də bahadır, Bali də ucuz. Ona görə ki, çox adam eylənir Taylanda, orada bu dəqiqə böyük kazino tikir. Böyük, orada aeroport tikirlər, Pataya'da. Orada çox səhv eləmək. Bir də orada çoxlu adalar var. Orada lap çoxdur. Balidə ostrov, Balidə okeandır. Ona görə də kim romantik sevir, ay gün vaxtı, gecə vaxtı, onlar hamısı surfing sevənlər Balini sevir. İndi məsəl üçün Tayland yox. Taylandı mən də sevirəm. Ona görə ki, Taylandda çoxlu mareproduktu olur. Yəni balıqdır, krevetka bir şey. Onu mən çox sevirəm. Klimat həmişə yaydır. Lap yağışlı mən oranı sevirəm. Orada külək yoxdur. Nə gözəl. Rusiyada da isə bilirsiniz, indi belə komplekslər çox gözəl olur. Başlayırlar gitməyə. Hər şey içində məktəbi də kompleks olur. Hər bir şey. Amma ki, yəni ki, dəniz,
həmişə yay burada olmur. Məsələn, çoxlu Moskvalılar tanıyıram, pensioner. Yayı gedirlər qalırlar Moskvada. Bütün qışı da gedirlər Taylandda qalırlar. Gün hər şey xeyir. Sümüklərə, yaşlı adamlara. Yəni Sibirdə burada çox adam qalanların sümük var, sümükləri ağrıyır. Yəni yaşlı güzel çıxır. Ona görə də yaşlandıqca hamı pensiyaya çıxıb gedirlər, köçürlər ora. Dənizdir də, həmişə dəniz. Çox gözəl, çox belə. Mən də qocalığım orada keçirmək istəyirəm. Mənim bir prinsipim var həyatda, iş üzrə. Mən həmişə klient da prav. Nə olur olsun. Müştəri həmişə düzdür, bəli. Ona görə də lap klient çətin xasiyyətdə də olsa, bir klient çoxlu maya qoyur bu əmlaka, bu kirpiçə. Ona görə də insanın hər bir kaprizinə, hər bir onun istəyini, fikrini anlamaq lazımdır. Onundakı da bütün yerdə tənqid eləyə bilməz, tənqid eləyə bilər, məsələn, əmlakçı spesialisti. Amma yenə də onun da özünün hər bir fikrini hörmətlə yanaşmaq lazımdır ki, bu insanın belədir, ona görə də elə fikir. Ona görə də mən heç vaxt görürəm ki, məsələn, hansı bir sözüm ona xoşa gəlməyə bilər. Hər klient всегда прав. Значит, mən nəsə səhv eləmişəm ki, mən o səhvin üzərində gedib işləyəm ki, o sözü belə bir xarakter oldu. Onun ixtiyarı tələb edilmir. Ona görə də mən çalışıram ki, onların dediyi kimi, onların istədiyi hər bir onun sprosu, onun vacib olan şeylər, suallarına mən cavab. Çox gözəl. Həm də belə bir şey deyək. Siz bu sadaladığım ölkələrdən başqa, məsələ bax, o dəniz deyirsiniz, mən Türkiyədə doğuram, Azərbaycanda da yaşayıram deyə, Moskvadan, ümumən Rusiyanın özündən Türkiyəyə çox gəzirlər, Azərbaycana gəlirlər, gəzirlər. Yəni siz Türkiyə ilə və Azərbaycanla və ya Kuzey Kıbrısla, yəni bilirsiniz də yəqin Şimali Kiprdə bizim orada da Türk qardaşlarımız var. Və başqa birliyiniz varmı, yoxsa ancaq siz sırf dediyiniz o 4 ölkə ilə işbirliyi yapırsınız? Bəli. Türkiyədə indi iqtisadiyyat çox orada hər şey 3 dəfə bahadır. Heç cür xeyir eləmir. Heç cür. Elə bir qabaq ora yaxşıdır. Orada da 5 il ev alıb ona sırası 5 il müddətində vətəndaşlıq olardı, sənət elmi olardı. Sonra da bu qabaq qiymətlər də başladı qalxmağa. İqtisadiyyat orada çox belə hazırda yaxşı deyil. Sənətdə eləmək o da çox qəliz. Ona görə mən Türkiyə kimi görmürəm. Orada almaq, satmaq çox çətindir. Sonra orada olur, onu da nəzər almaq lazımdır. Özbəkistanda da belə Türkiyə vaxt itirmək istəmir. Ancaq harada yaxşı qazanc olar. Elə belə qazanca qalsa, hər yerdə almaq olar. Amma o istədiyin qazanc alınmır. Məsələn, indi mənə yanaşan insanlar, onlar da maraqlanır. Onlar hər insan investisiya eləyəndə proyektdə çoxlu qazanc. Mən ona az olan qazanc desəm, o onu mənə çox bağışlayır. Deyəcək, niyə ki sən məni bu investisiya saldın? Mən çünki yaxşı variantlar var. Nə görürsən onu da tapmaq olar, yaxşı qazanc. Ona görə də hər şeydən insana nə lazımdır? Yaxşı yaşamaq, evdə yaxşı qazanmaq. O şəraiti də mən onu göstərirəm. Burada 10% 30%, burada 50%. Ona görə də insanlar gərək inanmalıdır. İnandıqda da onlar özləri seçir. Bilirsiniz, ən yaxşı variant bir dəqiqə özü Astana şəhəri. Tayland birinci yerdir. İkinci yer Bali. Da yaxşıdır. Amma ki bir də nalog yoxdur. Orada nalog o yalan söhbətdir. Mən açıq-aşkar deyə bilərəm ki, ancaq kurortun yer Dubai Marina'da nalog faiz. Çünki mən olan adı tanıyıram. Onun olan biznesi var. 70 dənə onun salonları var. O hazırda orada var. Orada qıraq yer. Hansı ki yerlər kurortun yer öyle orada var. Nalog
Amma imminə dənizə yaxın yerdə hamı naloq verir. Sonra ayrı da ki, nə Özbəkistanda Tacikistanda yox. Azərbaycan da belə ki, mən buna investisiya proyektlər mən orada şirin ol, pullu marağında deyiləm. Ancaq Tayland, Qazaxstan, Bali, Emirat da ola bilər. Gərək yaxşı fikirləşirsə, nə əgər insan orada qalıb işləmək istəyirsə, onda nəzərə almaq lazımdır ki, hansı dövlətdən alırsan al, gərək naloq fikirləşirsən. Çünki alanda da naloq verir. Hansı dövlətdə azdır, hansı dövlətdə çox. Bir də 5 ildən sonra, ildən sonra bütün belə şeylər. Yəni ki, mən hamısını maraqlanıram, çiğnəyirəm da hamısını bildirirəm. Çünki mənim yarım sualına cavab verə bilmirəm. Mən bilmirəm, o bir dəqiqə soruşu, bir dəqiqə deyə hər şey yoxdur. O mən o sahə var. Amma mən onu özümə sıxışdıra bilmərəm ki, mən onu bilmirəm. O mən buğalterdən soruşum. Bu düz deyil. Bəli. Və burada yaxşı qızıl kirpiş olduqda insan seriozlardır, çox ağırlardır. Onlar bir dənə sual verdi, cavab düzgün vermədi. Onlar hamısı pulunu hara xaçlayırlar, hara xaçlama, hamısını özləri məndən yaxşı bilir. Çünki onlar bilirlər ki, nədir, və yaxud o elə bir sual verə bilər, bəlkə deyil. Amma qəsdən verə bilər, mənim ona çatmır. Sınaya bilər, bəli. Bəli. Nə gözəl. Deməli, Pərvanə xanım, artıq verilişin sonlarına yaxınlaşırıq. Bir sualım da var. Təcrübənizə əsasən insanlara investisiya seçimində verəcəyiniz ən vacib 3 məsləhət nədir? Buyurun. Bilirsiniz, bir yaxşı misal var. Deyir ki, çox ağıllı insanlar, işləyən insanlar, özlərində qüvvələnən insanlar, onları saxlamaq çətindir. Onlar nə tək gedir, irəli, elə də gedir. Amma zəif güclü insandır. Zəif insanlar gözləyir ki, ha vaxt başlayacaq. Yəni ki, eləyirsən indi elə, sabah olsun ki, olmayacaq. Bəli, gec ola bilər. Sabah bu gec ola bilər, düz fikirləşirsiniz. Ömür boyu indi alınmadı, sabah eləyəm, onda yəni ki, belə şeylər risk sevir. Risk eləyə bilmirsənsə, onda heç də demək olmur. Bir də onu da deyə bilərəm ki, əlavə, sizin investisiya açarınız məndə. Nə gözəl. Belə bir şey deyək. Tamam. Siz gözəl vurğulayırsınız. Şans da belədir. Yerində gəldisə, gərək istifadə eləyəsən. Yox, sonraya qaldıqda o gec ola bilər. Bax, o gözəl fikirdir. İstər şans çıxır, hər hansı bir iş çıxır, hər hansı bir nəzər təklif çıxır. Həmən onu götür qoy yollayıb cavab vermək lazımdır. Amma biraz ki gedikdin, yox, mən bir neçə gündən sonra, neçə aydan sonra artıq zaman gedir, o gedir. O deyir, qatar artıq gedir. Gec olur. Demək istəyirəm. O 20 qabaq, elə 10 ildə bundan qabaq hər il evlərin qiyməti dəyişir. Hamı nətər deyir, o evlər bahadır, o qızıl bahadır. Həmişədən hər şey baha olur. Bəs insan baha da olsa, nətərsə başlayırlar nədənsə də. Yəni ki, indi də bahadır, 10 il də bundan qabaq bahaydı. Yəni ki, amma indi deyir, bu 10 il bundan qabaq bu ev 2000 dollar idi, amma indi o 50.000 dollardır. Ona görə də olmaz ki, o vaxt ucuz idi, indi bahadır. Həmişədən hər şey baha olubdur. Prosta hər insan anlayışı bir də ki, kasıbın varıdan nədir deyir? Fərqi. O deyir, ancaq fikirlərlə. Onlar ayrılır. Bu belə fikirləşir, bu insan belə fikirləşir. Ona görə də çoxlu oxumaq, investisiya haqqında kitablar var. Tək o deyil ki, nəsə harasa kursa gedəsən, harasa pul xərcləyəsən. Çoxlu internet var. Hər şey mənim oxuyan vaxtı elə yox idi. İndi o qədər proqram oxuyub elə o TikTok'a girib nəyisə baxmağa kiminsə
storiesine, WhatsApp'da bu her gün bir kitap okusan, yani ki o ne kadar sen biliyor alabilirsin. Bəli, Google-da o qədər kitablar var ki, sən deyə bilərsən, pulum yoxdur kitab almağa. Aydındır, yoxdur. İnternetə verməyə pulun var? Bəli. İnternetdə Google var? Bəli. Bir orada hər hansı bir investisiya haqqında, məsələ deyirəm, mən televiziya üzrə hər hansı bir televiziya haqqında məlumat al, hər hansı bir əmlak haqqında, yəni fərq etmir ki, kitab almağa pulum yoxdur, mən oxumamalıyam. Yox, elə deyil. Necə siz gözəl fırlayırsınız. TikTok-a zamanlar ayırıb kimisə səhifəsinə baxa bilirsən, Facebook'da kimisə səhifəsinin altında hər hansı bir lazımsız sözlər yaza bilirsən və oxuya bilmirsən. Mən özüm şəxsən yenə də deyirəm, mən özümü həqiqətən də bu media sahəsində tanınan və bu sosial şəbəkələrdə olandan bir nəfər deyənməz ki, Namiq kimsə nəsə artıq nəsə bir, ancaq öz işimlə bağlı. İstər Instagramı da açanda, istər Facebook'da açanda, düz TikTok işlətmirəm, ora mənə maraqlı deyil. Yəni, sözümün canındadır ki, gözəl vurğuluyursunuz siz. Həqiqətən də savad nə yaşa baxır, nə pula baxır. Yəni, insan, məsələ deyək də, mən 5 il bundan qabaq belə bir təklif, 10 il, 15 il bundan qabaq belə bir sosial şəbəkələr olsaydı, biz bundan da daha gözəl, məsəl üçün deyim də, savadlı olardıq, nəinki savadsız. Əgər gözəl tərzdə istifadə edə bilsəydik. Çox gözəl vurguladınız bu şeyi. Həqiqətən də çox sağ olun Pərvanə xanım. İlk olaraq sizi tanımağıma şad oldum. Və çoxlu məsləhət görərdim ki, ən yaxşı gözəl kitab Papa Beden, Papa Bogati. Onun kitabını insanlar oxusunlar, yaxşı olardı. Çoxlu orada fikirlər var. Nətər insan bu uğurlar qazanır da hər bir şeydə. Bir də ki, hər bir insanın ən gözəl, dəyərli bir şey vaxtdır. Vaxtınızı boş-boş Instagram cəlb eləməyin. Ən çox vaxtınızı dəyərli bir şeyləri sərf edin. Bir də ki, deyərdim ki, siz öz işinizdə uğurlar sizin genişləndirəsiniz. Mən də Taylanda gedim, Baliyə gedim, Azərbaycanlılar tapım, sizi təcrübə qovuşdurum. Bizim böyle bir обществomuz olsun, sağ olsun. Biz də bir qrupa yarada, fikirlərimizlə bir-birimizdən hardasa da sizə yaxşı məsləhət verə bilərsiniz. Hardasa da mən heç sanmıram, özümdən yaxşı balaca oradakı məsləhət həmişə qulaq asıram. Çünki onu bilir, o sahədə də yüksək ola bilər mənimki. Ona görə də belə bir şeyə spokon müsaade ona görə yaxşısan. Çox gözəl vurursunuz. Bəli, Pərvanə xanım, mən sizi tanımayanda, sizin səhifənizə baxanda, görürsünüzmü? Sizə ilk olaraq mən birinci həmişə yazıram. Salam aleyküm, aleyküm salam. Yəni, bugün o qədər eybəcərləşdiriblər ki, sosial şəbəkələri. Kimisə mesaj yerinə salam yazanda risk edib ona cavab verməyə, atvet verməyə qorxur. Yəni, hər hansı bir, nəsə bir başqa bir söhbət olar, nəsə bir təklif olar. Ona görə bugün o qədər eybəcərləşdiriblər ki, sosial şəbəkələri. Yaxşı tərzdə istifadə edin də. Niyə ki, bu boyda Allah Taala sizə bu boyda sosial şəbəkələr verib, qazanın, qazandırın, amma yaxşı tərzdə. Yəni, çirkin əməllərlə məşğul olmayın. Mən də sizə yazanda, mən həqiqətən sizin səhifəni vərəqlədim və gördüm ki, bu əmlak sahəsində gördüyünüz işlər, etdiyiniz bu şeylər mənə maraqlı gəldi. Baxmayaraq ki, siz bunu şəxsən özünüz edirsiniz. Hər hansı bir təşkilatla bağlılığınız yoxdur. Hər hansı bir... Mən belə insanları sevirəm ki, özü şəxsi öz fikri ilə, şəxsi öz savadı ilə, biliyi ilə və o insanları çəkib göstərmək və sizdən də xahiş edirəm. Əgər belə tanıdığınız, bildiyiniz, təkcə əmlak işində yox, ümumən, istər o aktyor olsun, istər o riyaziyyatçı olsun, istər tarixçi olsun, fərq yoxdur. Hər hansı bir şeydə ekspert olsun. Əsas odur ki, savadlı, bilikli. Mən bilim ki, mənim orada Azərbaycan türkü vətəndaşım var. Yəni, bu işlərlə məşğuldur. Bu bizim gözümüzü həqiqətən də başımızın ucalığıdır. Başımızın tacısınız ki, belə işlərlə məşğul olursunuz. Və bugün də bu bizə fəxr verir ki, bax, mənim yerim, baxmayaraq ki, mən Gəncəl deyiləm, amma Azərbaycanlıyam. Biz ayırmırıq. Hamımız Azərbaycanlıyıq. Mənim yerim Azərbaycanlı, bax, gördünüzmü? Novosibirski də bu işlərlə məşğuldur. Ona görə də sizə uğurlar işlərinizdə və
O qədər uğurlarınız bol olsun ki, sizin özünüzün şəxsi böyük bir dünyada olan o böyük şirkətlər kimi sizin özünüzün böyük bir şirkəti olsun və bu şirkətin rəhbəri olaraq dünyada səs salasınız və Azərbaycanımızı dünyada tanıdasınız inşallah. Son olaraq bizim izləyicilərə son sözünüzü söyləyin və bununla da proqramımızı bitirək. Buyurun. Son olaraq bütün sizi dünyadan izləyən Türk qardaşlarımıza, Azərbaycan Türkçü, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızistan, Kuzey Kıbrıs hamısı sizi izləyir. Son sözünüzü söyləyin, bitirək. Buyurun. Mən çox istərdim ki, siz dünənki işinizi sabaha saxlamayasınız. Siz ailəniz üçün yaxşı şərait qurasınız. Dənizin qırağında evladınız yaxşı idmanla məşğul olsun. Özünüz də sağ və gümrah yaşayasınız. Ailəniz də sevinsin, anayla, atadan fəxr eləsin ki, onlar üçün, onların gələcəyi üçün yaxşı o da məktəbdə oxutsun, yaxşı savad versin. Hamısı nədən irəli gəlir? Valideynlərdən gəlir. Valideynlər öz evladı üçün, özlərinin gələcəyi üçün fikirləşsin, yaxşı şərait yaratsın. Yaşamaq lazımdır bugün. Dünənki işinizdə sabaha yetsin. Bəli, çox sağ olun. Allah razı olsun. Zamanınızı ayırdınız, proqramımıza qatıldınız. Minnətdaram. Uğurlar sizə işlərinizdə. Sağ olun. Sağ olun əziz izləyicilər. Gələn görüşlərə dək.